Həyatında kimsə var idi? Marifətə var idi. Sonra nə oldu? Xəstəliyimə görə uzaqlaşdım. Sən o. Niyə? Sən kimi yaraşıqlı olan necə qoyub getdi? Özüm istədim. Nə dedin ona? Göz qabağında etdi hər şey. O qıza burada nəsə demək istəyirsən? Yox, nişanlı da hazırda. Nişanlanmağını eşidəndə necə eşitdin? Dostlarım dedi. Yüngül və boşluğa kimi düşdüm. Üzüldün. Biraz. Çox yaxşı oğlandı. Sakit, tərbiyəli. Çox yaxşı oğlandı. Özün özünə nə arzulayırsan can sağlığından başqa? Mənim üçün bir hal-hazırda əsascan sağ oldu. Ondan sonrası düzələr. İndi bütün gün oturursan sən də internetdə bu xəstəlik haqqında məlumatları oxuyursan yəqin ki, hə? Oxuyuram. Ancaq heç kimlə danışmırsan. Yəni palatada hamını çıxardım, otururum təmtərək. Həyata falan 3 ay yəni onkologiyanın qapısını açıb ayağımı qoymadım. Belə qolaq azafkisi taxırdı, mənim qolum burada yanıb. İndi qaraltısı qalıb biraz. Bazafkisi belə yəni iynədirlər. Onu gətirib palatada taxırdılar, qırağa çıxa bilmirdim. Bir müddət sonra yəni daha da ümidləndim. Saçım falan çıxdı, daha da ümidləndim. Ölüm qorxusu deyək. Bir müddət sonra o qorxu yoxa çıxır. Nə vacib heç qorxum yoxdur. Yəni əvvəlkindən daha da ağırlaşmışam, söz yox. Ancaq ki Oğlum mən sənə baxıram heç